بسم الله الرحمن الرحیم. یا مقلب القلوب والابصار، یا مدبر اللیل والنهار، یا محول الحول والاحوال، حول حالنا الى احسن الحال. آغاز سال Yeni ilin başlangıcı, با شبهای قدر Qədir gecələri و ایام ve شهادت امیر المؤمنین Əmir el-Müminin Salavatullah və Salamuhu əleyhin şəhadət günlərinə təsadüf eləyir. امیدواریم برکات Ümid edirik bu gecələrin bərəkətləri توجهات مولا المتقین və علیه Mevləl الصلاة Müttəqin والسلام əleyhissalatu və səlamın طول سال diqqəti il boyu شامل حال مردم عزیز ما، ملت ما، əziz کشور ما xalqımız, و همه کسانی که ölkəmiz سال və نوشون با yeni نوروز illərin Novruzla başlayan digər ölkələrin xalqlarına şamil olacaqdır. سال 403 1403-cü il سال پرماجرایی، çox hadisəli il idi. حوادثی که در این سال Bu il در پی bir-birinin ardınca baş verən hadisələr شبیه حوادث سال 60 1360-cı illərin hadisələrinə oxşayırdı. دارای Və سختی‌ها و مشقت‌ها çətinlikləri مردم xalq üçün, əziz xalqımız üçün çətinlikləri oldu. در اوایل سال İlin əvvəllərində شهادت رئیس جمهور محبوب ملت ایران İran xalqının sevimli prezidenti mərhum cənab Reisi Rəhmətullah əleyhin şəhadəti baş verdi. Ondan öncə شهادت تعدادی از مستشاران ما bizim در دمشق اتفاق Dəməşqdəki hərbi müşavirlərdən bəzilərinin şəhadəti baş verdi. Ondan sonra Tehranda و بعد در və sonra Livanda bəzi hadisələr baş verdi. ارزشمند Dəyərli şəxsiyyətləri ملت ایران و امت İran xalqı və İslam از دست دادن. ümməti dəyərli şəxsiyyətləri itirdi. Bunlar acı hadisələr idi, hansı ki baş verdi. علاوه بر این در طول سال Bunlardan əlavə il boyu, xüsusilə اون سال ilin ikinci yarısında اقتصادی iqtisadi problemlər xalqa baş verdi, məişət çətinlikləri ortaya çıxdı, مشکلاتی xalq üçün müəyyən problemlər yaratdı. Bu çətinliklər